Tarixi derbi, əzəli rəqiblər, meydanda möhtəşəm atmosfer var idi. Az əvvəl açıqladılar ki, 9500 azarkeş olub. Ümumiyyətlə, köhnə adı ilə deyəsi olsaq, Neftçi Arenadır, yeni adı Pam Sports Arenadır, səhv etmirəmsə. Oranın strukturası elədir ki, meydana yaxın, orada ajotaj... Yata bildinmi? Çox möhtəşəm vəziyyətdədir. Çox möhtəşəm vəziyyətdədir. Təsir edə bilirlər azarkeşlər futbolçulara. Məncə oyun 8-ci dəqiqədə bitdi Ahmet. 8-ci dəqiqəyə qədər bir əla Neftçi var idi meydanda. İlk 3 dəqiqədə 3 qol imkanına girə bilmişdi. Birində Koxarskinin yaxşı seyvi oldu. Digərində Ribeiro baş zərbəsi dəqiq olmadı. Emin Mahmudovun zərbəsi kənara keçdi. Mən düşündüm ki, artıq son illərin ən yaxşı Neftçisi meydandadır. Qarabağın bu durumundan istifadə edib o 5 illik qələbə sindromuna son qoyacaq. Amma 8-ci dəqiqədə Musa Qurbanlının vurduğu qoldan sonra Neftçi demək olar ki, meydanda yoxa çıxdı. Komanda bərabərlik qolunu vurdu, amma 8-ci dəqiqədən sonra Neftçi meydanda heç nə ilə yadda qalmadı. Neftçi təkcə burada izləyicilərin sayı çox deyil, tribunada da bir fantastik azarkeşlər vardı. Meydanda Qarabağ uduzsa da, düşünürəm ki, tribunada geri qalmadılar. Kifayət qədər öz varlıqlarını ortaya qoya bildilər. Bu azarkeşlərə yaraşmırdı. Bu azarkeşlərə həqiqətən biz dəfələrlə qeyd etmişik ki, Neftçinin belə durumda məğlub olması, belə şərtlər altında bu hesabla uduzması, mən məğlubiyyəti qoyuram bir kənara. Komanda mübarizə aparmadı. Qarabağ meydanda gəzə-gəzə deyərdim. Gəl belə deyək də, xanım. İlk öncə mən də səndən razıyam ki, bu oyunda Neftçi azarkeşləri möhtəşəm idi. Sadəcə o oyunu izləyəndə bir sən adamın ağlına da gəlirdi. Elə bir ki, hansısa tutaq ki, Avropada o kiçik stadionlar olur. Məsəl üçün Eibar falan oynayırdı La Ligada. Reklam şirkətlərində animasiyasındadır. Yəni möhtəşəm, Nizam. Möhtəşəm idi. Bu komanda məğlub olsa da Neftçi azarkeşlərini buradan belə deyək də, məncə bu oyunun qalibi Neftçi azarkeşləri idi. Yəni o yaratdıqları atmosferlə, ab-hava ilə. O ki qaldı Neftçi ilə bağlı. İstəyirsən gəl biraz geriyə gedək, bir 3-4, bəlkə də 5-6 həftə geriyə gedək. Yadıma gəlirsə, biz Verimdubla bağlı burada öz fikirlərimizi bildirirdik. Deyirdik ki, Verimdub həqiqətən də yaxşı məşqçidir, yəni komandanı düzəldə bilib, toxunuşu hiss olunur. Amma deyirdi ki, yəni mən şəxsən deyirdim ki, bu futbolçuların əksəriyyəti ki var Neftçidə. Yəni, bax görsən, söz yerini tapar. Mən Neftçinin heç bir futbolçusunun zəif və yaxud da pis futbolçu olduğunu demirəm. Hər bir özlüyündə bu futbolçular, Neftçidə çıxış edən futbolçular, yaxşı futbolçulardır. Amma əgər Neftçi çempionluğu oynamaq istəyirsə, bu futbolçularla oynaya bilməyəcək. Mən qeyd eləmişdim ki, bax, son dövrlər İmad Farajdır, Vargasdır, nə bilim, adlarını çəkməyəcəyimiz futbolçular hamısı uçurdular da, düzdür? Amma mən qeyd edirdim ki, bəli, bu futbolçular hərəsi özlüyündə yaxşı futbolçulardır. Amma bu futbolçularla sən çempionluq uğrunda mübarizə apara bilməzsən. Bu da sözlərimin, belə deyək də, təsdiqi. Bunun sən nədir? Gəl sənə qısaca bir misal çəkim. Mən bilirdim verişdən qabaq bu sualı mənə verəcəksən, ona görə də bax sənə cavab verim. Yadıma gəlir, Neftçidə Ruben Machado çıxış edirdi. Ruben Machado. Yadıma gəlir də. Bax, Neftçidə ümumi səhv eləmirəmsə Ramon Machado. Səhv eləmirəmsə ya bir mövsümə, ya bir mövsüm yarıma bilmirəm nə qədər cəmi 10-12 qol vurdu. Həmən futbolçu, Ruben Machado. Neftçidən getdi Qəbəliyə, yenə də 8-10 qol vurdu. Qəbəlidən getdi Araz Naxçıvana, yenə də 8-10 qol vurdu. Düzdür? Bu futbolçunun limiti budur. Kapasitesi budur. Yəni sən bu futbolçuyla İndi bu Neftçidəki futbolçular da həmin Ruben Machado, Ramon Machado səviyyəsində futbolçulardır. Yəni bunların müəyyən bir kapasitesi var. Yəni bunlar ondan artığını eləyə bilməyəcəklər.